Salam əziz şagirdlər. Demişdik ki, Vüqar müəllimin testlərinə baxırıq. Azot və hidrogendən ibarət qaz qarışığı verilib və bu qaz qarışığında bütövlükdə 44 proton, 28 neytron var. Deməli, bizdən reaksiya tələb eləmədiyinə görə buradan yazaq. Azot və hidrogen. Azota məsələn X mol verək, hidrogenə Y mol. Biz bilmirik hansı neçə moldur. Qarışığın helyuma görə nisbi sıxlığını tapmağımız üçün əvvəlcə biz qarışığın molyar kütləsin, orta molyar kütləsini hesablamalıyıq. Deyir ki, 44 proton var hər ikisi bir yerdə. Burada da qeyd olunub ki, azotun 7, hidrogenin 1 protonu var. Yerinə qoysaq 14 proton azotdadır, 2 proton hidrogende. Neytronu isə yenə 14 neytron azotdadır. Yəni 14-dən 7 çıxırıq. 7 neytron eləyir. İndeksi 2 olduğuna görə indeksinə vururuq. Hidrogenin neytronu olmadığına görə bu hissə olur 0. Deməli, biz neytron hissəni cəmləyib bərabər eləməliyik 28-ə. Çünki deyir ki, ikisində bir yerdə 28 neytron var. Yəni, hidrogenin neytronu olmadığına görə yalnız X bərabər olur 28-ə. Yazırıq 14X, çünki azota X vermişik, bərabərdir 28. Buradan X-i alırıq 2. Deməli, belə çıxır ki, azot 2 moldur. Qeyd edirik, 2 mol azot. İndi biz hidrogenin molunu tapmalıyıq. Və bizdə demək hidrogenin molunu tapmaqdan ötürü 44 proton verilib. Protonları cəmləyək. Yəni, artıq biz X-i almışıq 2, aparıb yerinə qoysaq, 2-ni azotun 14 ədəd protonuna vursaq, eləyir 28. Yəni, yazırıq ki, 28 üstə gəl. Hidrogenin proton sayı 2-dir və ona Y vermişik. Y-i tapmamız üçün 2-ni vururuq Y-a, bərabərdir 44 proton. Buradan biz Y-i tapmalıyıq. Yəni, 2Y bərabərdir 44 çıxılsın 28. 2Y bərabərdir 6, 16. Y da bərabərdir 8. Deməli, 8 molda hidrogenimiz var. İndi orta molyar kütləni tapmaq daha asan olur. Bərabərdir. Orta molyar kütlədə hər bir qazın öz molunu öz kütləsinə vurub mollar cəminə bölürük. Yəni, 2 mol azot 2 vurulsun 28 kütləsi üstə gəl. 8 mol hidrogen vurulsun hidrogen kütləsi 2 və məxrəcdə 2 ilə 8-in cəmi. Buradan deməli 2-ni 28-ə vursaq 56, 8-i də 2-yə vursaq 16 və 10-a bölürük. Demək 2, 72. 10-a da böləndə 7,2. Bu hələ bizim orta molyar kütləmizdir. Helyuma görə nisbi sıxlığı istədikdə isə 7,2-ni biz sonradan 4-ə bölürük və nəticəni əldə edirik.